Hər vaxtınız xeyir. Bəli, ABŞ Mərkəzi Komandanlığı İranın raket və pilotsuz uçuş aparatlarının saxlandığı obyektlərə, eləcə də sahil radar mövqelərinə hava zərbələri endirdiyini açıqlayıbdır. Mərkəzi Komandanlığın məlumatına görə əməliyyat iyunun 25-də Hörmüz boğazını tərk edən yük gəmisinin İranın kamikaze dronu ilə vurulmasına cavab olaraq həyata keçirilibdir. Komandanlıq bildirir ki, Sinqapur bayrağı altında üzən gəmi Oman sahilləri yaxınlığında hücuma məruz qalıbdır. ABŞ tərəfi bu hadisəni İranla əldə olunmuş atəşkəs razılaşmasının açıq şəkildə pozulması kimi qiymətləndirir. Vaşinqton hesab edir ki, kommersiya gəmisinə qarşı hücum təkcə razılaşmanın şərtlərinə deyil, həm də beynəlxalq dəniz yollarında naviqasiya azadlığı prinsipinə ziddir. Mərkəzi Komandanlığın açıqlamasında vurgulanır ki, ABŞ qüvvələri Hörmüz boğazında keçən ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə fəaliyyətini davam etdirir. Komandanlıq həmçinin bildirir ki, ABŞ ordusu İranla əldə olunmuş razılaşmanın qüvvədə qalmasını və bütün tərəflərin öhdəliklərinə əməl etməsini təmin etmək məqsədi ilə yüksək hazırlıq vəziyyətindədir. Hazırda Vaşinqtonda əsas diqqət bu insidentin bölgədəki təhlükəsizlik vəziyyətinə və ABŞ-İran münasibətlərinin növbəti mərhələsinə mümkün təsirinə yönəlibdir. Vaşinqtondan bu saata çatdıracağım məlumatlar bunlar idi.